Salam, hər vaxtınız xeyir. Bu gün sizlə Dövlət İmtahan Mərkəzinin 5 iyulda keçirdiyi dövlət qulluğu qəbulunda istifadə olunmuş informatika suallarının izahına baxmaq istəyirəm. Başlayaq birinci sualımızdan. Deyir, aşağıdakılardan hansı Kumosun xüsusiyyətlərinə aid deyil? Kumos yaddaşın. Kompüterin qurğularını diaqnostika edir. Kompüterin qurğularını diaqnostika eləyən ROM-un daxilində BIOS-un tərkibində olan post proqramıdır. Qurğuların düzgün olub işləmədiyini, işləyib işləmədiyini yoxlayır. Siz kompüter açanda. Kumos yaddaş konfigurasiya fayllarını yadda saxlayır. Bəli. Ana platanın üzərində yerləşir. Bəli. Əməliyyat sisteminin ilkin yüklənməsini təmin edən BIOS-dur. Qurğuları test edir. Postundan sonra əməliyyat sistemini səhvdən RAM-a yükləyir. Hər şey qaydasındasa. Tarix, vaxt, parol haqqında verilənləri yadda saxlayır və daimi yaddaşı olan ROM-da yerləşir. Kumos yaddaşı onun tərkibində. Bu sualımızın düzgün cavabı 2, 3, 5, 6 C variantıdır. İkinci sual. Deyir, aşağıdakılardan hansı brauzerin ünvan sətrinə daxil etdikdə veb səhifə açılmaz? Biz başa düşməliyik ki, baxın, domen ad anlayışı var da, bax, bu domen addır bir dənə. Bu domen ad bizim işimizi asanlaşdırmaq üçün var. Yəni, belə izah edeyim. Hər hansı bir veb saytın adı domen ad gedir, düzdürmü? O domen ad bizim işimizi asanlaşdırmaq üçün əslində var. Yəni, domen ad olmasa biz həmin saytın IP ünvanını yazmaqla biz o saytı aça bilərik. Bizə açılmaz istəyir. Ona görə bunu çıxırıq. Bax, bundan açarıq. B variantından da açarıq. Bu protokolumuzdur bizim. Qalanda domen adı. Bu da açar. C variantı da açar, D variantı da açar. Amma Y variantı açmaz. Niyə? Çünki domen adda domenləri bir-birindən ayırmaq üçün nöqtədən istifadə olunur. Burada da yazılıbdır tire. Üçüncü sualımıza baxsaq. Bu üçüncü sual BB kateqoriyasına gətirib salmışdılar bu sualı. Bu sual BB kateqoriyasına düşməməlidir. Bunu ayrıca izah edib orada da vurğulamışam ki, bu sual BB kateqoriyasına düşə bilməz. Çünki belə deyək də, ölçü vahidləri BB kateqoriyasına qəbul proqramında yoxdur. Bunu da gətirib bura salıblar. Deməli, bu sualımızda 128 kilobaytlıq klasterə 2.5 megabayt olan neçə dənə, belə deyək də, biraz sual düzgün yazılmayıb. 2.5 megabaytlıq məlumatımız var. O 128 kilobaytlıq klasterə yerləşdirilərsə, neçə dənə klasterə ehtiyac duyular? Sual belədir. Deməli, burada 2.5-i biz belə yazarıq da, kilobayta çevirərik. 5 bölü 2 kimi yazarıq. Və o megabaytdan kilobayta keçəndə 200-də ona vururuq. Bunlar ixtisar getdi. Qaldı 209 vurulsun 5. 209 512-dir. 512-yi də 5-ə vursaq neçə eləyəcək? Gəlin görək. 5 dəfə 2 10 0 yazaq. 1 ya da 5 dəfə 1 5. 5 dəfə də belə deyək də 5 dəfə 2 10 0 yazaq. 1 ya da 5 dəfə 1 5. Bir də yadı da 6. 5 dəfə 5 də 25. 2560 kilobayt eləyir. İndi mən bu 2560 kilobaytlıq məlumatı 128 kilobaytlıq klasterlərə yazsam, neçə klaster lazımdır? Onda 128-ə bölərəm bunu. Bunlar ixtisar gedər. Burada qalar 20. 20 dənə klaster lazım imiş. Və yəni yenə deyirəm, bu qəbula düşməməli idi. İş masasında yerləşən arxiv faylını seçib sıçanın sağ düyməsi ilə iş masasının digər sahəsində açılan menudan hansı əməliyyatı icra etmək mümkün deyil? Bax, fikir ver. Sən bir dənə arxiv faylı. Məsələn, bax, bunun arxivini çıxardaq, gəlin. Aha. Bununla bax, bunu sürükləyib, açılan sağ düymənə sürükləyib, açılan menudan deyir, nə eləmək olar, nə eləmək olmaz. Birinci, bax, yazılıbdır, faylı arxivdən çıxarmaq. Bax, burada gördüyümüz, bu birinci əmrimiz, ekstrakt yazılan əmrimizdən biz faylı arxivdən çıxarda bilərik istədiyimiz yeri. Bu düzdür, yəni bununla çıxarda bilərik. Faylın sürətini iş masasında yaratmaq. Bəli, bax, bunu sürükləyərsiniz belə, bax, burada kopyasını yaradarsınız. Bununla deyil, bunu da eləmək olar. Faylın nüsxəsini flash karta göndərmək.
Bax, bu olmaz aydın məsələdir. Orada flash kartla bağlı hər hansı bir əmr yoxdur. Qısa yolunu yaradarsan, yerini dəyişərsən, belə şeylər edə bilərsən. Deməli, nədir? Bunu deyir. Failin xüsusiyyətlərinə də baxanmarıq. Elə bir şey yox idi. 3, 4. Failin qısa yolunu mən yarada bilərəm də. Orada var idi o əmrimiz. Diqqətli baxsaq, qısa yol shortcut'ı var. Deməli, qısa yolunu da yaratmaq olar. Yaddaş qurğularını dəyişənməsin digər yaddaş qurğusuna da 3'dür, 4'dür, 6'dır. Yəni A variantıdır. Beşinci sualda deyir, təqdimat failini açdıqda birbaşa nümayişə başlaması üçün fail hansı genişlənmə ilə yadda saxlanmalıdır? Biz öyrənmişik ki, dərsimizdə PowerPoint 2019-un standart genişlənməsi PPTX-dir. Bu normal halda istifadə olunan genişlənməsidir. Bu halda belə deyək də, siz belə təqdimat faylını normal şəkildə saxlayırsınız və birbaşa nümayişə başlamır. Sən istəyəndə nümayişə başlayır da, nümayiş elətdirəndə başlayır. POTX onun şablonudur. Bu da birbaşa başlamır. Biz öyrənmişik ki, PPSX, PPS bu vaxtı nümayiş rejimidir. Hətta deyirdi ki, buradakı S hərfi şov sözündən törəmədir. Bu ancaq görsət deməkdir. Bununla bağlı testimizin içində də sual var, emaili bunu oxşar. Bu şov görsət deməkdir. Ancaq bu rejimdə nümayiş elətdirmək istəyirsiniz. Nümayiş olunur. Yəni siz təqdimat açanda birbaşa nümayiş olunur. Üzərində dəyişiklik eləmək olmur. Cavab C-dir. ODP onlayn mənbədir. PPT də MD makrosudur. İnteqrallaşdırılmış paketlərə aid olanları seçin. İnteqrallaşdırılmış paket, yəni müəyyən proqramları öz daxilində saxlayanlardır. Baxın, burada inteqrallaşdırılmış paketə diqqətli baxsaq nələr aiddir. SharePoint o inteqrallaşdırılmış paketin daxilində var, ofis paketinin, amma özü inteqrallaşdırılmış paket deyil. Onu da götürmürük. Bu ikincini də götürmürük. Bax, burada Microsoft Word inteqrallaşdırılmış paketdir. Framework, bir də Office. Simplex üsul yönümlü proqramdır. M2-ən də belə izah edək ki, ekspert sistemidir. 3, 5, 7, yəni A variantıdır. Elektron cədvəl diapazonunda neçə sətr daxildir? Sətr deyirsə rəqəmdir. 9-dan çıxırsan 3-ü, üstə 1 gəlirsən. 9-dan 3 çıxanda neçə eləyir? 6 üstə 1 gələndə 7. Sətr budur. B, S, D, Y. Bu 4 dənə sütundur. Cavab burada Y variantıdır. Aysel aldığı elektron postu elektron məktubu iş yoldaşına göndərdi. Lakin elektron məktubda əlavəsində kompüterə avtomatik gələn digər sistemlərlə öz nüsxəsini ötürən zərərli proqram var. Əlavədə. Yəni sən kiməsə nəsə göndərsən, onun tərkibində zərərli proqram var. Bu proqram istifadəçi müdaxiləsi olmadan şəbəkədə sürətini yayır. Şəbəkədə sürətini yayan worms da soğulcanlardır. Dedi. Aysel'in kompüterə yoluxan bu zərər proqram növü hansıdır? Bax, burada wormsdur. Təbii ki, şəbəkədə öz sürətini yayan. Rootkit əməliyyat sistemlərinin sistem fayllarına sızırdı. Ransomware fidya proqramı idi. Məlumatı oğru qarşılığında polis dedi. SPV-yə zərər verici növü idi. Keyloggerdə keyboard, klaviatura vasitəsilə hara daxil olsa o məlumatları oğururdu. Cavab D-dir. 9-cu sualımız. Y2 xanasına 4 yazılıb. Bax, bunu işləməliyik. Y2 xanasına nə yazılıbdır? 4 yazılıbdır. Vurulsun. Y5 xanasına nə yazılıb? 3. Y7 xanasına da 0. Bax, bu qüvvətdir də bu ifadə. Bunun üstündə 0. Vurulsun. Faktorial Y5. Y5'də də 3. 3'ün faktorialı 3 vurulsun. 2 vurulsun. 1 eləyəcək 6. Çıxılsın 1. Düzdür, belə bir şeydir. Bax, indi biz birinci qüvvəti işləyirik. 3 üstündə 0, 1-ə bərabərdir. 4'ü vururam 1-ə, vururam 6-ya, çıxıram 1-i. 4 də 1, 4, 6-ya vururam 24, 1 də çıxanda 23 B variantı. Sualların, belə deyək də, qalan hissəsini də paylaşacağım.